Bugün standart chips növlərindən fərqli olaraq gəlin bir yerdə lavaşdan hazırlanmış iki fərqli dadda olan chipsin dadını yoxlayaq. Deməli bu növ şüyüt və xamalı, digər növ isə paprika və pendirlidir. Gəlin ilk növbədə bundan başlayaq. Yekəsini götürək. Baxın bu formadadır. Həqiqətən də sanki lavaşı qurudulmuş quru lavaşı xatırladır daha doğrusu. Gəlin dadına baxaq. Həqiqətən də xama ilə və şüyütün tamı çox hiss olunur. Ümumi götürdükdə dadı ləzzətlidir. Mən bəyəndim. Gəlin digər növünün dadına baxaq. Bu növ isə paprika və pendirlidir. Bu da eyni növdədir, eyni formadadır. Dadını yoxlayaq. Ümumi götürdükdə bu növün də dadı qəşəngdir. Sadəcə burada paprikanın dadı demək olar ki, çox cüzi hiss olunur. Burada əsas hiss olunan tam pendirin tamıdır. Ümumi götürdükdə hər iki növ də məncə qəşəngdir, dadını bəyəndim. Hətta bu chipslər digər chipslərdən fərqli olaraq daha yüngüldür məncə və yağsızdır, bir növ dietikdir. Yəni diyeta saxlayanlar məncə bundan istifadə edə bilər. Kərlan belə deyir.